Birinci dərsimizin adı ismin cinsləridir və bugün sizinlə müzakirə edəcəyik kişi cinsini. Çoxları maraqlanır ki, kişi cinsi hardan bilim ki, həmən bu isim, istifadə etdiyim isim kişi cinsindədir və ümumiyyətlə bunu bilik mənə cümlədə necə kömək edə bilər. Başlayaq. Bugün ətraflı müzakirə edəcəyik dediyim kimi kişi cinsini. Kişi cinsini hardan bilə bilərsiniz? Birinci, əgər sözün sonu samit hərflərlə bitirsə, samit hərflər haqqında aşağıda şərh bölməsində qeyd edəcəm. Hansı hərflər samitdir, hansı hərflər saitdir ki, siz də yararlana bilərsiniz. Məsələn, ətrafınızda olan çoxların çox sözlər, demək olar ki, 70% sözlər hamısı kişi cinsindədir. Stol, l hərfi ilə bitir, deməli kişi cinsidir. Şkaf, f hərfi samit hərfdir, deməli kişi cinsidir. Učebnik, k hərfi samit hərfdir, deməli kişi cinsidir. İkinci, y hərfi və yaxud ruslar onu adlandırır ikratki. Y hərfi əslində elə onun özü də samit hərfdir. Sadəcə o qədər az sözlər var ki, y hərfi ilə bitən də, başlayan da o qədər fikir vermirlər. Əslində çox vacib bir hərfdir və gələcəkdəki növbəti dərslərimizdə də görəcəksiniz. Hallanmada və s. o çox böyük önəm rol oynayır. Deməli, əgər isim y hərfi ilə bitirsə, bilin ki, bu isim kişi cinsindədir. Məsəl üçün, çay, sanatoriy, muzey və s. və ilaxır. Yəni, elə sözlər azdır, ancaq yenə də diqqətlə fikrinizdən bu yayınmasın. Və üçüncü, bu kişi cinsi göstərən məhkə znakdır. Yəni, isim məhkə znakla bitirsə, deməli bu söz kişi cinsindədir. Düzdür, bu məhkə znak qadın cinsində də var. Bir çox sözləri inşallah aşağıda qeyd edəcəm ki, siz də biləsiniz ki, hansı sözlər kişi cinsindədir. Və bu bizə cümlədə necə kömək edə bilər, bu bilik. Məsəl üçün, götürək yəlik əvəzliyini. Demək istəyirsiniz ki, bu mənim stolumdur. Ən birinci fikir verirsiniz ki, bu cümlədə isim hansıdır? Stol. Əla, kişi cinsindədir. Deməli, bu sizə cümlə qurmağa necə kömək edəcək? Fərq eləmir, qadın deyir, yoxsa kişi deyir. İkisi də deyəcək, это мой stol. Niyə? Yenə deyirəm, çünki stol kişi cinsindədir. Və yaxud, brat, qardaş. Fərq eləmir, kişi deyir, qadın deyir. İkisi də deyəcək ki, это мой brat. Niyə? Çünki brat kişi cinsindədir. Bu sənin çayındır. Aha, çay y hərfi ilə bitir, kişi cinsindədir bildiyimiz kimi. Deməli, necə deyəcək sənin çayındır? Fərq eləmə, qarşımızdakı insan qadındır, yoxsa kişidir. İkisində də deyəcək, это твой çay. Və yaxud, это мой автомобиль. Avtomobil məhkə znakla bitir, kişi cinsindədir və fərq eləmir, qadın deyir, yoxsa kişi, ikisi də deyəcək, это мой автомобиль. Bax belə, yəni cümlədə hər şey ismin cinsinə tabidir. Yəni kimin dediyi rus dilində o qədər önəm rol oynamır, bir çox qrammatikada. Ancaq ismin hansı cinsdə olmağı, bax bu hər şeyin fundamentidir. Ona görə gözəl cümlə qurmaq istəyirsinizsə, düzgün cümlə qurmaq istəyirsinizsə, mütləq və mütləq ismi axtarın və ikinci hansı cinsdə olmağına fikir verin. Onda çox gözəl cümlə quracaqsınız. İstəyir cümlə çətin olsun, istəyir qısa, istəyir uzun. Fərq eləmir.